Cənubi Asiyanın iki əsas ölkəsi Hindistan və Pakistan arasında uzun müddətli közərən gərginlik yenidən alovlanıb. Münaqişə riskini yaradan səbəb isə mübahisəli bölgə olan Kəşmirdə terror aktının baş verməsidir. Turizm şəhəri hesab edilən Pahalqamda silahlı qruplaşmanın törətdiyi əməl nəticəsində 25-i Hindistan, biri Nepal vətəndaşı olmaqla 26 nəfər həlak olub. Baş verənlərə görə məsuliyyəti isə Pakistandan əraziyə daxil olan Əfqanistanın Müqavimət Cəbhəsi adlı qruplaşma özü üzərinə götürüb. Bunun ardınca geosiyasi səhnədə sərhəddə atəşkəs pozuntuları, sərt bəyanatlar, qarşılıqlı ittihamlar yer alıb. Beləliklə də iki nüvə dövlətinin adı bir daha beynəlxalq başlıqlarda yan-yana çəkilir. Konu yeni değil, biliyorsunuz 1947 sonrası Keşmir bölgesinde başlayan ve 3 savaşla devam eden süreçten sonra günümüze kadar gelen bu gerginlik ortamı bugün yeni bir boyut kazandığını görmekteyiz ve Hindistan Pakistan'ı teröre destek vermekle suçlarken Pakistan da bu iddianın asılsız olduğunu ve Hindistan'ın iç politikada bu suçlamaları kendi iç siyaset değerlendirmelerinde kullandığını ifade etmektedir. Aslında kutuplaşma ve ayrışmanın da had safhaya çıktığını değerlendirebiliriz. Son günlərdə xüsusilə Kəşmir bölgəsində nəzarət xətti boyunca atəşkəs pozuntuları artıb. Hər iki tərəf bir-birinə atəş açmaqda və provokasiyada ittiham edir. Həmçinin iki nüvə ölkəsinin rəsmiləri qarşılıqlı şəkildə sərt ritorikadan istifadə edərək ciddi tədbirlər görür. Hindistan Pakistanla 65 illik müqaviləni ilk dəfə pozaraq ölkə istiqamətində Hind çayının axınını bloklayıb. Hazırda çaydakı 4 qıfılın hamısı bağlıdır. Kənd təsərrüfatının 80%-nin buradan gələn su ilə təmini, eləcə də elektrik stansiyalarının asılılığı baxımından bu addım su müharibəsi adlandırılıb. İslamabad isə öz növbəsində hava məkanını Dehli hava yolları üçün bağlayıb. Pakistan Müdafiə Naziri Xavaca Asif dövlətlərarası gərginliyin nüvə qarşıdurmasına çevrilə biləcəyini də istisna etməyib. Həmçinin qarşı tərəfə bundan sonra veriləcək reaksiyanın da atılacaq addımlardan birbaşa asılı olacağı bildirilib. Eyni zamanda terror aktından sonra Hindistan Pakistanla sərhəddəki əsas atari keçid məntəqəsini bağlayıb. Ölkədə yerləşən səfirliyinin müdafiə, hərbi dəniz və hərbi hava qüvvələri üzrə məsləhətçilərinə arzu olunmaz şəxs elan edib və bütün qarşılıqlı sazişlərin fəaliyyəti dayandırılıb. Savunma Bakanlığı hem Başbakanlık düzeyindeki açıklamalar pek barış yanlısından öte bir çatışma ortamını yaratacağını gündeme getirmekte. Son yaşananları hepsini bir araya getirdiği zaman pek iç açıcı gözükmemekte ve Pakistan halkı ciddi şekilde son olaylardan dolayı Hindistan'a tepkili. Pakistan, Hindistan'dan bununla ilgili muhakkak bir özür ve bununla ilgili bir geri dönüş bekleyecektir. Hazırda iki dövlət arasında münasibətlər eskalasiya riski daşıyır. Bu baxımdan məsələyə beynəlxalq reaksiyalarda gecikməyib. İlk olaraq İran, Çin və Səudiyyə Ərəbistanı hökumətləri tərəflərlə danışıqlar aparıb. Hətta İranın Xarici İşlər Naziri Abbas Arakçi açıq şəkildə vasitəçilik etməyi də təklif edib. O cümlədən Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı tərəfləri dialoqa çağırıb. Gündəmi zəbt edən gərginlikdə dünyanın əsas super gücü olan ABŞ də mövqe bildirib. İlk olaraq Trump administrasiyası Hindistanın terrorizmlə mübarizəsini dəstəklədiyini açıqlayıb. Həmçinin hər iki tərəflə dost olduğunu deyən ABŞ lideri münaqişəni həll edə biləcəyinə əmin olduğunu vurğulayıb. Ekspertlər isə yüksələn xətlə davam edən gərginliyin keçici olduğunu bildirirlər. Hindistanla Pakistan münaqişəsi bir balaca ağır faizə keçib yenə səngəcək, əvvəlki vəziyyətinə gələcək. Yəni böyük müharibə gedib çıxalmıyordur. Çünki burada Çin amili də var orada. Kəşmirin müəyyən hissəsində Çinin nəzarətindədir. Bu böyük qlobal təhlükəsizlik təhdid yarada bilər. Hazırda Pakistan hökuməti Hindistanın ona qarşı səsləndirdiyi ittihamları əsassız hesab edir. Ölkənin baş naziri Şahbaz Şərif hadisə ilə bağlı beynəlxalq araşdırma aparılmasını təklif edib. Cənubi Asiyada yüksələn gərginliyin müqəddəratını isə tərəflərin bundan sonra atacağı addımlar müəyyən edəcək.